یک مادر بزرگ مخالف علی خامنه ای خطاب به او حرفهایی زده که اصطلاحاً بهش میگن حرف حساب. آقا خامنه rehber niye bu merdıma zulmeliyorsun? Niye halkın hakkının üstü öldürürsen? Öldürme, töre ver, haç ver. Bahalığın kabağın tut, zalim olma. Sen ki zalim oldun. Niye merdumun nenelerin ağlar koysan? Basisleri bu, aralık basislerin boşlayıpsan merdumu kırdırırsan. Ne insafına? Salırsan zindana, Əhli qalır az, bə nədir rəhbərsən, nədir rəhm elədin, nədir mərdimə zulm eləyirsən? Onların nənəsi ağlamır, İsraildən bəd oldu. İsrail bir dənə atırdı, gene biri ikisi ölürdü. Sən elə bir yeşərə qırdırırsan, namərd. Bebilət adam namərd olar, neçə boyun qırdırırsan mərdumun əhliyalı. Ya insaf elə də bir utan da ay. Əhliyalın qəşək kefin çəkir, mərdumun qız gəlini avara darada işləyir, bitik əhliyalına törə çıxadı.